Salam hörmətli izləyicilərimiz, bugün sizə tibbdə səssiz qatil adlandırdığımız arterial hipertenziya haqqında danışmaq istəyirəm. Nədir arterial hipertenziya? Arterial qan təzyiqinin 140-90 mm civə sütunundan yuxarı olduğu bir durum artıq arterial hipertenziya adlanır və bir çox insanlarda əfsuslar olsun ki, biz pasientlərdə ölçdüyümüz zaman 180-100 mm civə sütunu görürük. Hər hansısa bir simptomların olmadığı bir durum və təəssüf etdiyimiz bir durum olur. Çünki bəzən insanlarımız elə düşünür ki, təzyiq yüksəkdirsə baş ağrısı, baş gicəllənmə, ürək döyünməz, hər hansısa bir döş qəfəsində ağrı, halsızlıq, yorğunluq kimi simptomlarla müşahidə olunmalıdır. Əgər bunlar yoxdursa, demək ki, təzyiq də yoxdur. Bu tamamilə yanlış bir fikirdir. Çünki arterial hipertenziya həftələrlə, bəzən aylarla çox simptomsuz, ağırlaşmasız gedə bilir. Amma bir müddətdən sonra təbii ki, ağırlaşma tək ürək-damar sisteminə deyil, eyni zamanda bütün hədəf orqanlarına olur. Xüsusilə də beyin və böyrəklər üzərindən çox ciddi şəkildə fəsadlar törətmiş ola bilir. Bu yüzdən arterial hipertenziya olan insanlarda hədəf orqanları, beyin məsələn zədələndiyi halda beyin infarktı, burada da insult dediyimiz bir durum olur ki, hemorragik, yəni beyin qan sızması və yaxud da ki, işemik insult ola bilir ki, beyində hər hansı bir trombun əmələ gəlməsi nəticəsində beyin damarlarının tıxanıqlığı ola bilir. Eyni zamanda miokard infarktı, çünki həmin o damarlarda xolesterin mübadiləsi pozulduğu üçün aterosklerotik plaklar cırılır, ciddi şəkildə tromboz əmələ gətirir və nəticə etibarilə də miokard infarktı həyati təhlükəli bir ana gətirib çıxarmış olur. Amma bunların əsasında daha doğrusu duran arterial hipertenziyadır ki, biz bunu zamanında aşkarlayıb önləyə bilərik. Arterial hipertenziya olan insanlarda mütləq şəkildə xolesterin balansı tam yoxlanılmalıdır. Yəni lipid spektr dediyimiz yaxşı pis xolesterinlər, yəni yuxarı və aşağı sıxlıqlı lipoproteinlər tam şəkildə, böyrək parametrləri, kreatinin, sidik cövhəri, sidik turşusu, qalıq azot, qanın ümumi analizi, çünki burada qanın bütün parametrlərinə baxmaq lazımdır. Eyni zamanda bunlardan fərqli olaraq bəzən tiroid problemləri, yəni hormonal problemlər də arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilir. Bununla yanaşı bəzən şəkərli diabet də yüksək qan təzyiqinə gətirib çıxara bilir ki, əfsuslar olsun insanlarımız bundan da xəbərsiz ola bilirlər. Bu cür durumlar özünüzdə varsa, mütləq şəkildə heç olmasa həftədə bir dəfə təzyiqinizi yoxlayın və bu təzyiqin yoxlanılması insanlarda bu durumların vaxtında erkən araşdırılmasının belə deyək ki, xəbərçisi olur. Əgər bu parametrləri özlərinizdə görürsünüzsə, 140-90 mm civə sütunu həftədə bir dəfə, iki dəfə gördüyünüz anda mütləq şəkildə həkimə müraciət edin, səbəb araşdırılsın, tapılsın, ondan sonra müalicə alın. Çünki bəzən də doğru bilinən yanlışlar vardır ki, kimsə bir təzyiq dərmanı qəbul edir, qonşuda və yaxud da qohumda hər kəsə hansısa bir təzyiq dərmanı yazıldığı anda bu o demək deyil ki, hər kəs bu təzyiq dərmanını qəbul edə bilər. Çünki bəzən miokard infarktında, bəzən böyrək problemlərində, bəzən şəkərli diabetdə olan dərmanların istifadəsi hər kəsə eyni cür individual yanaşıla bilməz. Bu yüzdən bu cür problemlər olduğunda mütləq şəkildə həkimə müraciət edin və nəticə etibarilə ağırlaşmaların qarşısını alın.